Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Mübarək Ramazan ayının bu günündə hər birinizi xoş gördük. Allah tutduğunuz orucları, etdiyiniz duaları, ibadətləri qəbul eləsin. Mübarək Ramazan ayının bu günündə qısa olaraq mənfəətpərəstlik haqqında danışmaq istəyirəm. İnsanda bilirik ki, daxilən belə bir his var. İnsan mənfəət tələbdir, mənfəətpərəstdir. Hətta bəzi insanlar var ki, onlar gəlirlər mübarək Ramazan ayında oruç tuturlar və yaxud da gəlirlər təkcə mübarək Ramazan ayında namaz qılırlar, ibadət eləyirlər və başqa aylarda, məsələn, müstəhəb oruç tutalar, belə bir iş görməzlər, namaz qılalar, bu işi görməzlər. Təkcə gəlirlər mübarək Ramazan ayında namaz qılırlar, ibadət eləyirlər. Bunun səbəbinə baxarkən, səbəbini araşdırarkən görürük ki, bunun səbəbi insanın mənfəətpərəstliyidir. İnsan istəyir ki, xeyir götürsün, xeyir əldə eləsin. Mübarək Ramazan ayında Allahın rəhməti bəndələrinə şamil olur. Bu insan da bu aydan istifadə eləmək istəyir, mənfəət götürmək istəyir. Amma həqiqi mənfəətpərəstlik bu deyil. Allah istəyir ki, bəndələri, bizlər həqiqi mənfəətpərəst olaq. Həqiqi mənfəətpərəstin nişanəsi, əlaməti nədir? Nəinki təkcə mübarək Ramazan ayında. Təkcə mübarək Ramazan ayında yox. İlin bütün aylarında, bütün günlərində Allahla ünsiyyətdə olsun. İbadət halında olsun, namazları yerində olsun, ibadətləri, duaları yerində olsun. Həqiqi mənfəətpərəst insan bu insandır. Bu insan gəlir təkcə bir ay istifadə eləmək istəyir, bu da qənimətdir. Amma sən mənfəətpərəstsənsə, savab və yaxşılıq götürmək istəyirsənsə, savab arxasındasansa, sən ilin bütün günlərindən istifadə eləməlisən. İlin bütün günlərindən mənfəət götürməlisən. Dinimiz bizi mənfəətpərəstliyə dəvət eləyir, yarış elan eləyir. Yaxşılıqlar uğrunda yarışın. Amma mənası budur ki, daim yarışın. Həqiqi mənfəətpərəst bir ay yox, ilin bütün aylarında, bütün günlərində xeyrin arxasında olmalıdır. Mübarək Ramazan ayından bunu öyrənək. Bu xeyir ki, götürmək istəyirik bu aydan, bunu davamlı olaraq ömrümüzün axırına qədər bu xeyrin arxasında olaq, mənfəətpərəst olaq, xeyrə çata bilək. Allah bu işdə hər birimizi müvəffəq eləsin, bizləri həqiqi mənfəətpərəstlərdən, Allah istəyən mənfəətpərəstlərdən inşallah qərar versin. Bugünkü söhbətimiz də bu qədər. Sağ olun, salamat qalın.